ora membran vurmaq təhlükəlidir. Bu səbəbdən ki, metal örtüyün altında müəyyən qədər şehlənmə əmələ gəlsə, axıntı yeri olmayacaq. Dam örtüyündə müəyyən problemlər var. Hansı problemlər? Dam örtüyünün istismar müddəti artıq yaxın zamanda bitmiş olacaqdır. Bizə deyə bilər ki, bu dam örtüyünün altında tərləmə əmələ gələcək. Tərləmə əmələ gələ bilər. Axşam saatlarıdır. Yadınızdadırsa, bu mansard hansı mansardır? Deməli, biz bu mansarda dam örtüyündə müəyyən problemlər var. Hansı problemlər? Quşlar dam örtüyünün üzərini penləmişdilər. Həmin mansard idi ki, hazır membran işləri gedirdi. Yəni, sahəsi az deyil ki, tez qutara 200 kvadrat metr sahə olan mansardın həm membran, həm izolyasiya işləri. İzolyasiya işləri tez bitir. Yarım saatda başlamışıq. Demək olar 5-10% gedir. Membranın vurulmasında buna məqsəd bu idi ki, dam örtüyünün istismar müddəti artıq yaxın zamanda bitmiş olacaqdır. Bu səbəbdən membran çəkildi və üzərinə poliuretan vurulur. Belə olan halda görürsünüzmü, poliuretan izolyasiya məhsulu gedib dam örtüyünə yapışmadığı üçün istənilən vaxtı burada dam örtüyündə restavrasiya işləri görə bilər və dəyişiklik edə bilər. İndi bəzən kimsə deyə bilər ki, bu dam örtüyünün altında tərləmə əmələ gələcək. Tərləmə əmələ gələ bilər. Hava şəraitindən asılı olaraq isti soyuqdan yox. Amma burada kənarlar çox açıq olduğu üçün və mansard çox dik olduğu üçün hava axını çox sürətli işləyir. Kənarlar çox açıqdır. Və dik mansard olanda biz buna membran vura bilirik. Amma dərəcəsi az olan mansardlarda isə biz membran vurmuruq. Çünki ora membran vurmaq təhlükəlidir. Bu səbəbdən ki, metal örtüyün altında müəyyən qədər şehlənmə əmələ gəlsə, axıntı yeri olmayacaq. Hətta poliuretan olmuş olsa belə. Ona görə də biz dərəcəsi az olan mansardların dam örtüyü zəif də olmuş olsa, biz ora membran vurmuruq və birbaşa metal örtüyə məhsulu tətbiq edirik. Beləcə, hörmətli izləyicilərimiz, bir müddət öncə də video yükləmişdik bu mənzildən. Yenə də hazırda axşam saatlarında mansardın membran üzərindən poliuretan izolyasiya işləri icra olunur. Gecəniz xeyirə qalsın. Allah'a emanet olun. Genç layihələrində görüşmək ümidilə biz 14 Zələtə qrup xidmətinizdə.